Salam dostlar, bugün gəlmişik Avstriyanın Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan evinə. Gəlin Fərid bəyi yaxından tanıyaq. Fərid bəy, salam aleyküm, necəsiniz? Salam aleyküm. Bu bayram günündə təbii ki gözəlik. Bu günləri Salzburg Azərbaycan evində böyük bir şənlik var. Azərbaycanlılar bərabərdirlər, birdilər. Yığışmışıq. Həm Novruz bayramımızı qeyd edirik, həm də qarşıdan gələn Ramazan bayramımızı qeyd edirik. Münasibətlə də xalqımızı, izləyicilərimizi Novruz və Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Mən artıq 8 ildir ki, Avstriyada yaşayıram, 8 ildir ki, Salzburg şəhərində yaşayıram, buradayım. Ən böyük çətinliyimiz bu idi ki, gəldiyimiz zaman Azərbaycanlılar bir yerdə toplanmırdılar. Biz dil bilmirsən, gəlirsən bir qərib ölkəyə, bildiyin dildə də danışan insan yoxdur. Ən böyük çətinliyimiz insanımızın bir yerə toplanmamağı, insanlarımızın bir-birindən ayrı düşməyi idi ki, biz də bu çətinliyi gördük. Salzburgda Azərbaycan evinin açmaq ideyası elə bu çətinlikdən doğdu. Çünki Azərbaycanlıların toplandığı bir məkan, bir yer yox idi. Bunun üçün də tanıdığımız Azərbaycanlılarla kimi ki tanıyırdıq, təbliğ aparırdıq ki, belə bir evimiz olsa, belə bir məkanımız olsa, biz həm öz mədəniyyətimizi təbliğ eləyərik burada yaşayan insanlara, həm də biz burada birlik, bərabərliyimizi qoruyarıq. Və bu ideyanın əsasında biz Azərbaycan evi yaratmaq qərarına düşdük və Azərbaycanlılar birləşib, bərabər olub, diasporalar iş üzrə dövlət komissiyasına müraciət elədik və oradan müsbət cavab aldıq. Artıq 5 ildir ki, Avstriyanın mədəniyyət paytaxtı sayılan Salzburg şəhərində bu gözəl Azərbaycan evimiz fəaliyyət göstərir. Azərbaycan evi 7 gün fəaliyyət göstərir. Hər daim insanlarımız gəlir, öz problemlərini, hər hansısa bir sənət problemi varsa və yaxud da hansısa bir çətinliyi varsa, təbii ki, bura gəlirlər, əlimizdən gələn köməkliyi biz Azərbaycanlılara göstərməyə daima hazır. Bu evin qoruyub saxlanılması üçün əsas işimiz Azərbaycanlıların birliyini, bərabərliyini saxlamaq lazımdır. Bu günləri gördüyümüz kimi Azərbaycanlılar hamı bir yumruq kimi, cəbhədə necə bizim əskərlərimiz bir yumruq kimi gedib döyüşüb düşmandan torpağımızı azad elədilərsə, bu gün də bizim buradakı qürbətdəyik biz. Vətəndən kənarda biz bir bayram keçirdiriksə və bu bayramı birliyi, bərabərliyi ilə keçirdiriksə, bu bizim üçün böyük bir uğurdur. Bunun birliyi qorumaq üçün də insanlara səmimiyyət göstərmək lazımdır ki, əgər biz qarşımızdakı insana səmimi olsaq, hörmət göstərsək, təbii ki, onlar da gələcəklər. Şükürlər olsun da ki, hər kəs də görür fəaliyyətimizi, durmadan daima biz bütün Azərbaycanın mühüm bayramlarını, mühüm günlərini, əlamətlər günlərini bu Azərbaycan evində keçirdirik və bundan sonra da keçirməyə davam edəcəyik. Bu fəxri medal tək mənimdir, deyil. Bu medalı mənimlə bərabər burada Azərbaycanlılar aldı. Burada Fərid Əzizov yazılsa da, bunun arxasında duran, buradakı Azərbaycan evindəki olan qüvvə Azərbaycanlılar durur. Çünki onların dəstəyi sayəsində, onların birliyinin, bərabərliyinin sayəsində biz bu ada layiq görüldük. Yenə də çox sağ olsun bizim diasporalar iş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov ki, bu ada layiq görüldü. Çox sağ olsun bizim Azərbaycanlılarımız ki, birdilər, bərabərdilər. Biz də onların sayəsində bir işlər görə bilirik. Çünki onlar olmasa, biz də burada olmarıq. Mən də şəxsən Fərid Əzizov olaraq bu Azərbaycan evinin bir xidmətçisiyəm. Gələcək planlarımız, hədəflərimiz budur ki, durmadan Azərbaycanı, Azərbaycan mədəniyyətini burada təbliğ eləmək, Azərbaycan həqiqətlərini vətəndən kənarda çatdırmaq. İnşallah gələcəyə böyük ümidlərdən baxırıq. Gözəl tədbirlərimiz olacaq. Bu yaxınlarda bizim konsertimiz var. Bu konsertdə Azərbaycandan bir müğənni gələcək. Artıq siyahı var ki, 150 nəfərdən artıq Avstriyalı yazılıb ki,
biz bu konsertdə iştirak eləmək istəyirik. Bu da bizim üçün böyük bir uğurdur. Oldu. Çox sağ olun. Dəvət elədiniz, qarşıladınız. Burada yəni çox gözəl atmosfer yaratmısınız. Yəni mən sevinirəm ki, Salzburgda belə bir Azərbaycan evi var. Dostlar, sizlərə də onu demək istəyirəm ki, əgər Salzburgda, o cümlədən Salzburga yaxın olan başqa şəhərlərdə, yəni mən özüm Viyanada yaşayıram, mən Viyanadan gəlmişəm bura. Azərbaycana darıxsaz, Azərbaycanı belə deyək, Salzburgda, Avstriyada hiss etmək istəsəz, sizin bura gəlməyiniz bəs edər. Yəni bura gəldiyiniz andan bəri insan özünü Azərbaycanda hiss edir. Dəvətinizə görə bir də çox sağ olun. Siz sağ olun. Hər kəsi gözləyirik. Bizim qapımız hər kəsə açıqdır. Salzburga gəldiyi zaman kimdən soruşsalar, Azərbaycan evi hər kəs bilir artıq. Besarabiyan ştrası 38-də yerləşir. Qapımızı hər zaman Azərbaycanlıların üzünə açıldı. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun. Çox sağ olun ki, dəvət elədiniz. Görüşərik dostlar.